Prezidentin yerli media müsahibəsini müzakirə edəcəyik. Studiyamızın qonağı media eksperti Müşfiq Ələsgərlidir. Müşfiq müəllim, xoş gəlmişsiniz studiyamıza. Təşəkkür edirəm. Müşfiq müəllim, deməli Cənab Prezident İlham Əliyev yerli media müsahibəsi artıq ənənə halını alıb. Bir çox mesajları, deməli istər daxildə olan mesajları, istər xarici arenaya hesablanmış mesajları bizim yerli media vasitəsilə çatdırır və xarici mediada da geniş rezonans doğurur onun mesajları. Ümumiyyətlə, istəyərdim ki, bu barədə danışasınız. Mediamıza olan bu etibarın, inamın rəmzi kimi xarakterizə eləmək mümkündürmü bunu? Təşəkkür edirəm. Cənab Prezident orada özü də vurğuladı ki, artıq yanvar görüşü, milli televiziyalar üçün yanvar görüşü prezidentin bu bir birində çevrilib təqribən və artıq hər kəs gözləyir o açıqlamanın olmasını. Təqribən səhv eləmirəmsə 2022-ci ildə ilk dəfə bu praktika tətbiq olundu və Cənab Prezident bütün yerli telekanalları toplayaraq orada müsahibəsini verdi. Birinci, bu görüş biz üçün Azərbaycan jurnalistləri olaraq bu baxımdan əlamətdardır ki, Cənab Prezident ilin ilk mesajını və geniş açıqlamalarını məhz milli media üzərindən ötürür. Sonradan bilirsiniz ki, il ərzində onun çoxsaylı xarici media subyektləri ilə, transmilli media subyektləri ilə açıqlamalar olur. Bizim hesablamamıza görə indi 100% dəqiq rəqəm vermək mümkün deyil, amma 2020-ci ilin o müharibə dövründən başlayaraq bu günə qədər təqribən 60-dan çox transmilli və Cənab Prezidentin belə deyək ki, açıqlamaları olubdur və orada təkcə Azərbaycanla bağlı deyil, həm də regionla və dünyada gedən proseslərlə bağlı çox maraqlı mesajları səsləndirilibdir. İndi bizim üçün oradan qaydaq ki, önəmli olan odur ki, ilk mesajları, yəni hər kəsdən öncə Azərbaycan belə deyək ki, televiziyalarla, Azərbaycan jurnalistləri ilə verir. Yeri gəlmişə məlumat xatirinə deyim ki, bu bir neçə bu cür Azərbaycan brendləri formalaşıb. Bir yanvar ayında keçirilən bu televiziyalar üçün görüşlərdir. Sonra bilirsiniz ki, ənənəvi olaraq Cənab Prezident yenə Milli Mətbuat Günü ərəfəsində Şuşada keçirilən qlobal media forumda iştirak edir və orada həm Azərbaycan jurnalistləri, həm o beynəlxalq jurnalistlər, 150-dən çox ölkənin axırıncı dəfə nümayəndələri iştirak edirdilər, orada jurnalistlər iştirak edirdilər. Yəni orada ümumi şəkildə həm yerli, həm xarici jurnalistlər olurlar. Bu yanvar ayında olan görüşdə isə Azərbaycan jurnalistlər olurlar və ən mühüm mesajlar bunun üzərindən ötürülür. Yəni bu cür etimada görə də biz Cənab Prezidentə təşəkkürümüz çatdırıq və bayaq da dedim, yəni dünən Mətbuat Şurasının sədri Rəşad müəllimin adından geniş bir açıqlama yayıldı, bütün media onu dərc etdilər. Orada da Cənab Prezidentə burada həm bu görüşün formatına görə, həm keçirilmə tempinə görə, səmimi çıxışına görə və əhatəli çıxışına görə və verdiyi mesajlara görə təşəkkür çatdırıldı orada. Yəni bu məsələnin bu tərəfi önəmlidir. Məsələnin ikinci tərəfi orada deməli Cənab Prezidentin səsləndirdiyi fikirlər, verdiyi informasiyalar, çatdırdığı mesajlardır. İşin ikinci tərəfi oradan başlayır. Siz də bayaq sadaladınız, mən dinlədim. Bəli, həqiqətdir. Hələ o siz oxuduğunuz dünənki məlumatlardır. Yəni ondan sonra da bir çox xarici ölkə kivləri, transmilli kivlər məsələyə kifayət qədər geniş diqqət ayırırlar. Nəyə görə? Yəni buradan indi adətən əksər dövlət başçıları yeni il mesajları verirlər, tədbirə keçirlər, amma Prezident İlham Əliyevin bu çıxışına diqqət hədsiz dərəcədə çoxdur. Niyə görə? Bu 2020-ci ildən sonraki proseslər, o daxil olmaqla 2-ci Qarabağ savaşı dövrü və ondan sonraki dövr sübut etdi ki, Azərbaycan Prezidenti kifayət qədər informasiyalı adamdır. Yəni o bayaq da dediyimiz kimi təkcə rəhbərlik elədiyi Azərbaycanla bağlı deyil, həm də regionda və ümumilikdə qlobal arenada baş verən proseslərlə bağlı kifayət qədər informasiyalı adamdır. O həm mövcud cərəyan edən proseslər haqqında şərh verir, aydınlıq gətirir. İkinci, ən azı bu proseslərin nə ilə yekunlaşacağı barədə də bir istiqamətlər verir. İndi jurnalistlər üçün də
Əslində bu çox maraqlı bir məsələdir də, bilirsiniz. Yəni biz jurnalistlərik, bizim işimiz informasiyadır və o baxımdan o operativ informasiya qurumları, beynəlxalq ictimai rəylə işləyən qurumlar bu müsahibəni kifayət qədər izləyirlər və oradan götürülmüş mesajları çatdırırlar. Yəni Müşfiq müəllim, yəni prezidentin bu müsahibəsi, yəni yerli telekanallara olmuş olsa belə əslində dünyaya da bir çağırış idi, mesaj ötürmüşdü. Yəni Azərbaycan mediası beynəlxalq aləmdə son dərəcədə deməli nəzərə çarpacaq dərəcədə rolu artıb. Bax bunu şərtləndirən amillərdən də istəyərdim danışasınız. Bu yenə də Azərbaycan dövlətinin media siyasətinin bir tərkib hissəsi və nəticəsidir. Gəlin diqqət elə, Azərbaycan postsovet məkanında ilk və az saylı dövlətlərdəndir ki, mediaya özünü tənzimləmə statusu verib. Hələ 2003-cü ildə Ümummilli liderin sərəncamı ilə Azərbaycanda medianın özünü tənzimləmə mexanizmi tətbiq olunub. İstəyirəm burada bir əlavə eləyim, sonra davam eləyəsiniz. Yəni əslində bu daha çox Vətən müharibəsindən sonra baş verdi. Bilirsiniz, dövlət başçısı birbaşa özü yəni informasiyanı çatdırırdı. Sanki ona qədər bir informasiya blokadası var idi. Bir məsələ bu, Azərbaycan mediasında gedən məlumatların, baxın, Azərbaycan prezidentinin çıxışı getdi Azərbaycan mediasında və sonradan istinadən digər o transmilli media qurumları verdilər. İndi məsələ oradadır ki, Azərbaycan media qurumu bu prezidentin çıxışını və orada əks olunan mesajları nə dərəcədə dünyaya çatdıra bildi. Yəni, söhbət ondadır. Baxmayaraq ki, cənab prezident orada 3 dildə çıxış elədi, diqqət elədiniz. Yəni, rus dilində, ingilis dilində, Azərbaycan dilində. Amma o ayrı-ayrı suallara həsr olmuşdur. Diqqət edirsə, gördünüz ki, çox operativ şəkildə, qısa şəkildə Azərbaycan media subyektləri həmin çıxışın içərisində olan ayrı-ayrı mesajları götürdülər. Onların hər biri haqqında şərh hazırladılar, müxtəlif dillərə çevrilə çatdırır. Və burada mən qayıtmaq istəyirəm bayaq dediyim məsələnin üzərinə. Bax, o Qarabağ müharibəsindən əvvəlki dövrə götürsək, gəlin müqayisə etsin verək. Həmin dövrdə xarici dillərdə yayım verən nə qədər Azərbaycan media subyekti vardı və bu gün nə qədərdir? Çox məhdud saydı. Bəli, bu günləri götürsək, ümumiyyətlə müqayisə gəlməz səviyyədədir. Mən ümumiyyətlə hətta gərək olsa, məsələn, burada sadalaya bilərəm. Bu gün burada Azərbaycanın 10-15 media subyektinin biz adını çəkə bilərik ki, bunlar nəinki xarici dildə, həm də bir neçə xarici dildə öz informasiyalarını çatdırırlar. Baxın, bu gün hətta 7 dildə informasiya yayımı verən, belə deyək ki, bizim media subyektləri vardır və peşəkar. Dünyanın hər bir o aparıcı siyasi mərkəzlərində təmsil olunan Azərbaycan media subyektləri vardır. Və s. və ilaxır. Yəni, 20-ci ildən əvvəlki dövrə baxsaq və bu dövrü müqayisə eləsək, düzdür, həmin dövrdə də vardı, amma kifayət qədər məhdud. Məsələn, Azərbaycan Dövlət Televiziyasının həmişə olub. Amma nə qədər çox televiziyanın, nə qədər çox, belə deyək ki, onlayn media subyektinin xarici dildə, belə deyək ki, açıqlamalar verə bilirlər və o açıqlamaları nə dərəcədə peşəkar çatdıra bilirlər. Bax, o da əsas məqamdır. Biz buna diqqət etsə görək ki, Azərbaycan mediası bugün nəinki bir neçə dildə, belə deyək ki, informasiyaları, xəbərləri, şərləri çatdıra bilirlər. Həm də birbaşa xarici dildə fəaliyyət göstərən Azərbaycan media subyektləri mövcuddur. Müşfiq müəllim, bu həm də o hansı ki, o qlobal media, xarici media, onların da işini, oradakı jurnalistlərin də işlərini nə qədər asanlaşdırmış olur? Bəli, hazır materiallar alırlar. Deməli, burada iki faktoru biz qeyd edə bilərik. Bir, cənab prezidentin çıxışındakı o mesajların və informasiyaların dünya üçün zəruri əhəmiyyət daşıması, yəni onsuz da onlar maraq göstərirlər ki, o informasiyanı tapsınlar, oxusunlar. İkinci, Azərbaycan media subyektləri də bu məlumatları kifayət qədər operativ şəkildə və hər kəsə öz dilində çatdıra bilirlər. Deməli, iş əsaslanırlar və bu iki kombinasiya artıq bu məsələnin kifayət qədər sürətlə yayılmasına şərait yarada bilir. Eyni zamanda, bax, məsələn, götürək ki, bu yaxın şərqdəki xəbər agentlikləri də orada ən böyük mesajı, informasiyanı ötürmüş oldu ki, Azərbaycan, məsələn, Qəzzada, yəni ki, heç bir vətəndaşının hərbçinin təhlükəyə atmayacaq. Bu da bir mesajı idi. Bəli, hər kəsin özünün axtardığı informasiyalar var və hər kəsin özünün axtardığı mesajlar var. Məsələn, biz indi bu Qəzza ilə bağlı məsələni ərəb mediası kifayət qədər, belə deyək ki, qabartdılar və haqlıdırlar. Onların əsas problemidir. Amma mən hesab edirəm ki, məsələn, cənab prezidentin orada Çinlə bağlı dedikləri heç də o Qəzza ilə bağlı dediklərindən
belə deyək ki, çəkisinə görə fərqli bir Geri dil. Yəni, qalmır, kifayət bəli. qədərdir. Niyə görə? Məsələn, mən dünənlərdə bir şəxsən özüm açıqlama verdim onunla bağlı, təqdir elədim və əksər o media subyektlərdə yayırlar. Niyə görə? Baxın, bu gün dünyada kəskin qütbləşmə var. Dünya iki qütbün, şimal qütbün və cənub qütbün belə deyək ki, arasında qlobal şimalla qlobal cənub var. Və bunların hər biri istəyir ki, dünyada əsas söz sahibi olsun. Gəlib onların maraqları Qafqaz üzərində toqquşur bizim olduğumuz bölgədə. Qafqaz bu vəziyyətdən necə çıxacaq, kimin tərkibində olacaq? Bilirsiniz ki, cənab prezident burada əlahiddə bir xətt yürüdür. O deyir ki, biz nə qlobal cənub, nə qlobal şərq. Bu iki qütbün arasında biz körpü rolu oynamaq istəyirik. Həmçinin beynəlxalq hüququn olmadığını da bəyan elədi. Bəli, və bu da bir mesajı idi dünyaya. Bəli, baxın, bu xaotik bir dövrdə Azərbaycan nəinki özünü, ümumilikdə Cənubi Qafqazı və bizim yerləşdiyimiz regionu artıq vəziyyətdən çıxarda bilir. Bəli. Yəni bizi qarşı durma mərkəzi olmaqdan, obyekti olmaqdan çıxarır. Barış körpüsü olmaq bir siyasəti yürüdülür. Nə qədər maraqlı bir şeydir və bu mesajın içində baxın, bu çox az dövlətlərə müəssər olmuş bir şeydir ki, bu qütbün bir tərəfində Amerika dayanır. Azərbaycanın Amerika ilə də strateji belə deyə əməkdaşlıq münasibətləri var. Qütbün ikinci qütbün tərəfində isə əsasən Çin də aparıcı dövlət. Azərbaycan Çinlə də bilirsiniz ki, 2024-cü ildən strateji o tərəfdaşlıq, əməkdaşlıq müqaviləsinə malik. Eyni zamanda Orta və Yaxın Şərqdə balanslaşdırılmış siyasət yürüdür. Bu balanslaşmış siyasəti nə qədər dövlət yürüdə bilir və nə qədər dövlət buna nail ola bilir. Hər kəs nail ola bilsəydi, heç dünyadakı indiki qarşı durmalarda təbii ki, olmazdı. Amma Azərbaycan prezidenti bunu bacardı və o ayın 5-də, yanvarın 5-də keçirdiyi mətbuat konferansına məxsusi olaraq Çinlə bağlı sual verildi və o da çox bunu açıq-aydın, belə deyək ki, izah etdi. İndi baxın, o qlobal cənubla qlobal şimalın toqquşduğu məkan olaraq dünya üçün nə qədər maraqlıdır və buradakı deyilən hər bir söz nə qədər məsuliyyətlidir. O baxımdan baxın, yəni dünya mediası kifayət qədər diqqət ayırdılar həmin mesaja. Ona görə demək istəyirəm ki, yəni burada təkcə belə deyək, Qəzza ilə bağlı deyil, təkcə Çinlə deyil, Ermənistanın özü barəsində deyilən fikirlər nə qədər. Baxın, Ermənistan mediasına baxın, demək olar ki, gündəm, bütün Ermənistan mediasında gündəm Azərbaycan prezidentinin çıxışıdır. Gürcüstan mediasına baxın, həmin məsələdir. İspaniya mediasına qədər gedib çıxır. Niyə görə? Çünki onların hər birinin izlədiyi məkanlardan biridir ki, Azərbaycan prezidenti öz siyasətinə Cənubi Qafqazı bu məsələ gətirib çıxarıb. Eyni zamanda Mərkəzi Asiya ilə əlaqələr bu situasiyanı yetişdirib və bununla bağlı gələcək nə olacaq? Plan nədir? Hər kəs onu maraqla gözləyir. Azərbaycanın gələcəyini hesablanmış çıxışları idi. Bu çıxışlarda onların hər biri haqqında çox aydınladığı bir təsəvvür formalaşdırıldı və hər kəsin də buna belə deyək ki, belə maraq göstərməsi təbii bir prosesdir. O zaman etiraf eləməliyik ki, rəsmi Bakının məharətlə istifadə elədiyi media imkanları artıq yalnız deməli xəbər mənbəyi deyil, həm də yumuşaq gücə çevrilib. Təbii, bu əslində bizim qürur verici bir məqamdır. Baxın, biz 2020-ci ilə qədər olan prosesləri yəni müqayisə ilə biz əsas beynəlxalq məsələlər barədə xəbər aldığımız mənbələr hansı idi? Transmilli media qurumları. Onlardan alırdıq əsas xəbərləri. Amma son proseslər göstərdi ki, xüsusilə ABŞ prezidenti Trumpla bu BBC arasında olan mən o münaqişə münasibətini göstərmişdim. Məhkəmə məsələləri var idi. O sübut elədi ki, bəli, siz saxtakarlığa yol vermişsiniz. Bəli, istefa da verdi. Bir istefa belədir ki, bir nəfəri belə deyə də qurban verdilər ki, bəlkə barışıq əldə eləsinlər. Amma cənab Trump da əl çəkmək fikrində deyil, deyir, yox. Məsələn, sona qədər çatdıracağım. Yəni, mən nümunəni niyə görə çəkirəm? Yəni, bu keysin özü biz çoxdan bilirdik. Yəni, sübut etməyə çalışırdıq. Amma hər halda o prezident Trump'ın son hərəkətləri göstərdi ki, o transmilli media qurumları hər biri də belə deyək ki, şuurlu şəkildə informasiya manipulyasiyası ilə məşğullar. Hətta Amerika kimi bir dövlətin başçısını da fikirlərini manipulyasiya edə bilirlər. Və sonra USAID ilə, məsələn, New York Times'ın, nə bilim, BBC-nin, başqalarının əlaqələrini açıb ortalığa tökmək göstərdi ki, bunlar yox, əməlli başlı informasiya manipulyasiyalarına məşğullar. İndi məsələ belədir. Biz o beynəlxalq media dediyimiz media özünə olan etimadı itirir. Onda biz üçün etimadlı xəbər mənbəyi haradır? Təbii ki, özümüzün media qurumlarımız. Və bu gün mən təsadüfi demədim.
dünyanın bütün aparıcı mərkəzlərində ABŞ Dövlət Departamentindən götürmüş, ATƏT-ə qədər, Avropa Şurasına qədər, digər mərkəzlərə qədər Azərbaycanın media subyektləri onlarda akreditasiya olunublar və xəbəri birinci əldən alıb Azərbaycan auditoriyasına çatdırmaq iqtidarındadılar. Bəli, çox önəmli prezidentin çıxışı ilə bağlı məsələlərə toxundunuz. Yəni biz də bir jurnalist olaraq, yəni belə deyim, ürəkli ola bilərək ki, artıq bizim sözümüzü necə lazımdır, xalqımızın, dövlətimizin sözünü prezident hətta müxtəlif dillərdə də çatdırır. Bəli, hətta bizim sözümüz dünyada eşidilir. Müşfiq müəllim, təşəkkür edirəm studiyamıza gəldiniz. Çox geniş, yəni vaxt məhduddur, bilirəm, yoxsa daha çox geniş müzakirəyə biz yer ayırardıq. Bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun, mən təşəkkür edirəm maraqlı efir vaxtına görə. Əziz tamaşaçılarımız, bir daha diqqətinizə çatdıraq ki, studiyamızın qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli idi. Müşfiq müəllimlə biz yanvarın 5-də cənab prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi və onun müsahibəsinin dünya qlobal mediasında geniş rezonans doğurmasından danışdıq.